şəhid olanlar, eyni zamanda bugün Kəlbəcəri işğaldan azad edən bizim şəhidlərimizin ruhunu bir dəqiqə sükutla yad Allah rəhmət. Allah rahmet eylesin. Allah aşkına olsun. Deməli, Razim bəy, bizim Kəlbəcərlər bilirlər. Kəlbəcər rayonu elə bir ərazidə yerləşirsə ki, təsəvvür edin ki, Qarabağ Azərbaycanın üzüydüsə, Kəlbəcər onun qaşı. Yəni, həm də eyni zamanda Kəlbəcər Qarabağın səhiyəridir, belə deyək. Çünki Kəlbəcərlər bilir. Kəlbəcərin işğal səbəbini mən bir neçə kəlmə ilə demək istəyirəm ki, Kəlbəcəri deməli, işğal olunmasının əsas səbəblərindən biri Rus imperiyasının Azərbaycanın milli hökumətini devirmək, gözdən salmaq məqsədi ilə Rus imperiyasının bir planı. Həmin planın da başında dayanan Nəzməddin Sadıqov idi, yəni Rusiyanın Azərbaycandakı hərbi emissarı. Kəlbəcər işğal olunan zaman deməli, ən böyük faciələrdən biri Daşkəsən faciəsi sayılır, Ağdaban faciəsi sayılır. Eyni zamanda tunel faciəsi, tuneldə bizim deməli, mülki şəxslərin köç zamanı önünü kəsmiş erməni silahları orada insanları uşaqlı, böyüklü qətlə yetirmişdilər. 2 qız uşağını da orada əsir götürmüşdülər. Deməli, Daşkəsən faciəsini mən belə təsvir edə bilərəm ki, mənim atam da Kəlbəcərin işğalı zamanı Kəlbəcərdə qalan insanlardan biri olur. Mənim atam yəni nə əsir götürülməyib, nə fiziki imkansızlıqdan deyil, şuurlu şəkildə mənim atamın 60 yaşı olur, özünün silahı, binokli, hər şeydə hazırlıqlı formada atam ailəmizi yola salıb, soruşanda ki, niyə getmişdir, erməni qərət edir, bizim kəndimizi işğal edir. Atamla bərabər bizim kənddən 3 nəfər deməli, kənddə qalmışdılar, onlara da 3 nəfər mühasirəyə düşən bizim Kəlbəcərlər və digər regiondan olan əskərlər qoşulmuşdu. 113 gündən sonra atam gəldi, çıxdı. Həmin o qaldığı ərəfədə Daşkəsən faciəsinin belə deyək də şahidi olmuşdur. Yəni, onlar bir-birinə gizli gedib gəlmişdilər, biz qonşukəndik. Atam gedib Daşkəsən cəmaatını hamısını tanıyır, orada olan insanların. Atam gəlib onlarla görüşüb gedirmiş. Bir gündə gəliblər ki, neçə insanlar qətl edilib, 18 nəfər, qalan da heç kim yoxdur. Onları dəfn ediblər, onlar köçüblər başqa bir, deməli, başqa bir məskənə. Orada da kaha olub. Həmin Qanlı Kaha əsəri Elxan Salavov bizim dostumuzdur. Eyni zamanda da Kəlbəcərə Qayıdış İctimai Birliyinin üzvüdür. Elxan bəy doğrudan da Qanlı Kaha əsəri ilə Daşkəsən faciəsini, Kəlbəcərin o əsas faciəsini çox gözəl təsvir edib orada. Yəni, ermənilərin qəddarlığı bununla bağlı idi ki, Kəlbəcəri götürmək onlar üçün bir xəyal idi, möcüzə idi. Ancaq Kəlbəcəri götürəndə çox böyük qəddarlıq elədilər. İnsanlarımızı, uşaqlarımızı, qadınlarımızı qətlə yetirdilər, əsir götürdülər. Kəlbəcərə çox böyük zülm elədilər. Bugünkü günə şükür edirik və qürur duyuruq ki, bugünkü Kəlbəcərimiz işğaldan azaddır. Biz, həqiqətən də, biz Kəlbəcərlər, mən həmişə deyirəm, belə bir 1975-ci ildə Kəlbəcərə gələn dünya səyyahları, dünyanın 15-dən çox ölkəsinin səyyahları gəlib Tərtər vadisini, Tutqu çay vadisini gəzəndən sonra belə bir qərar veriblər ki,
təbii gözəlliyinə görə İsveçrəni dünyanın birincisi sayan səyyahlar Tərtər Tutku çayı vadisində olur. Bu rəsmi də onların qərarı. Yəni doğrudan da Azərbaycan nə qədər gözəl bir ölkədirsə, Kəlbəcər də onun gözəlidir. Bax, inanın. Kəlbəcər belə bir gözəl yerdir. Kəlbəcərdə buradakı insanların böyük əsərət Kəlbəcəridir. Yəni, Allah gözəlliyi də dəvət edirdik. Gəlib görəcəksiniz. Biz Kəlbəcəri Qayıdış İctimai Birliyi olaraq, yəni Kəlbəcərin işğaldan azad olunmasında müstəsna rol oynamışıq. 2018-ci ildə Kəlbəcərə Qayıdış İctimai Birliyi o zərurətdən yaranıb ki, biz gördük ki, bu hakimiyyət yönlü mətbuat başlayıb yazmağa ki, Qarabağlılar Qarabağı istəmir, Qarabağlılar yaxşı həyat tərzi istəyir, özlərinə yaxşı həyat qurmaq istəyirlər, mənzil istəyirlər, belə şeyləri yazmağa başladılar. Bizim burada əksəriyyəti Maksim bəydir, Tələt bəydir, Müzəffər bəydir, Ramiz bəydir. Bunlar hamısı birinci Qarabağ müharibəsinin iştirakçılarıdır, döyüşçüləridir. Eldar bəydir. Yəni, bu insanlar, bizim Kəlbəcərlər belə qərar verdi ki, biz müharibə istəyirik. Biz çıxdıq meydanlara, getdik Şəhidlər Xiyabanına, getdik Milli Məclisin qabağına, getdik Türkiyə səfirliyinə, hər yer